Gələcəyin tibbi. Düşün, sağal. İnsanlar artıq dərmanla yox, beyni idarə etməklə sağala biləcək. Bu iddianı Kaliforniya alimləri irəli sürüb. Onlar insan biologiyasının ənənəvi anlayışına meydan oxuyan ağıl-bədən konsepsiyası, meditasiya və açıq etiketli plasebo müalicəsi müdaxiləsi zamanı neyron və molekulyar dəyişikliklər inqilabi məqaləsini təqdim edib. Araşdırma Communications Biology-də dərc olunub. Bu əlamətlər tədqiqat intensiv meditasiyanın əvvəllər yalnız psixodelik dərmanlarla müşahidə edilən eyni dərin beyin fəaliyyətini necə stimullaşdıra biləcəyini və eyni zamanda bədəndə ölçülə bilən bioloji dəyişiklikləri aktivləşdirə biləcəyini nümayiş etdirir. Cəmi 7 gün ərzində heç bir dərman müdaxiləsi olmadan sağalan iştirakçılar tədqiqatçıların bioloji yenidən başlatma adlandırdığı prosesi aktivləşdirib. Alimlər iddia edir ki, onlar neyron şəbəkələrini yenidən qurub, sinir hüceyrələrinin böyüməsini sürətləndirib, hüceyrə enerji sistemlərini yenidən proqramlaşdırıb və təbii ağrıkəsici mexanizmləri aktivləşdirib. Dr. Joe Dispenza'nın 7 günlük meditasiyasında 20 sağlam iştirakçıda dəyişiklikləri sənədləşdirmək üçün qabaqcıl beyin görüntüləməsindən və hərtərəfli qan analizindən istifadə edilib. Nəticələr birmənalı olub. Meditasiya, neyron və molekulyar səviyyələrdə ölçülə bilən fundamental bioloji yenidən proqramlaşdırmaya təsir edib.